Pələnglərdən qorxan oğlan. Hekayənin mövzusu qorxulardan qaçmaq, qorxularla necə mübarizə aparmaq lazımdır. Şəhzadə İskəndər parlaq tələbə idi. O fəlsəfə, musiqi, xəttatlıq, hüquq, qılınc döyüşləri ustalarından dərs alıb, çevik zəkası ilə onları heyran qoymuşdu. 15-ci ad günündən bir gün əvvəl atası onun yanına gəlib, onun bir imtahandan keçməli olduğunu söylədi. Şəhzadə qarşısına çıxan hər şeydən asılı olmayaraq uğur qazanacağına əmin idi. Ertəsi gün atası dedi: "Sarayımızın altında günəşin heç girmədiyi bir qəfəs var. Qəfəsdə isə sənin sınanmağın üçün hazırlanmış, bəslədilmiş bir pələng var. Sənin sınağın kiçik bir xəncərlə bu qəfəsə girib o pələngi öldürməkdir. Nəslimizdəki bütün padşahlar bu sınağı uğurla yerinə yetiriblər." Bu şəhzadənin gözləmədiyi bir sınaq idi. O çox təəccüblənmiş və qorxmuşdu və atasına deyir: "Ata, mən cəsarətimi başqa cür sübut edə bilərəmmi? Məsələn, ən yaxşı ilahiyyat ustalarına qarşı mübahisədə qalib gələ bilərəm. Gözəl məscidimizə layiq sənət əsəri yarada bilərəm. Ya da ən yaxşı qılınc ustalarımızdan birini məğlub edə bilərəm." Atasının cavabı sərt oldu. "Yox oğlum, bu imtahanı başqaları ilə əvəz etmək olmaz. Dediklərinin hamısı gözəl istedadlardır və padşah üçün lazımlıdır. Amma bu sənin ürəyin üçün olan bir imtahandır. Dünyadakı bütün istedadlar, onları tətbiq etməyə cəsarətin yoxdursa, dəyərsizdir. Ata, sən pələngi öldürmək üçün nə qədər vaxt sərf etmişdin? O qəfəsdə çox qalmamışdım. Atamı qürurlandırmışdım," dedi padşah. Şəhzadənin tək istəyi bu cəhənnəmdən, bu qaranlıq yerdən tez bir zamanda çıxmaq idi. Buna görə də atasına hazır olanda xəbər verəcəyini söylədi. Həmin gecə şəhzadə yata bilmirdi. Hər dəfə gözlərini yumanda gözlərinin önünə bir cüt parıldayan qırmızı göz gəlirdi və o qorxurdu. Sübh açılmamış qərarını verdi. Onun başqa çarəsi yox idi. Sarayı tərk edəcəkdi. Səyahət paltarlarını geyinib, biraz çörək, biraz qızıl götürüb, sevimli atına minib şəhzadə həyatını tərk edərək dünyaya yollandı. Bir neçə günlük səyahətdən sonra kiçik bir saraya rast gəldi. Yaxınlaşdıqca qapılar onun üzünə açıldı. Qulluqçular onun atını otla dolu tövləyə apararkən onu sarayın qızıl gül bağçalarının birində qarşıladılar. Sarayın sahibi onu gözəl qonaqpərvərliklə qarşıladı. Şəhzadənin burdakı həyatı əvvəlki həyatınla müqayisədə daha gözəl və huzurlu idi. O, kiçik bir xəncərlə vəhşi heyvanı öldürüb həyatını riskə atmadığı üçün özünü təbrik edirdi. Bir axşam bağçada gəzərkən bir nərilti eşitdi. Dondu qaldı. Qaranlıqdan bir cüt qırmızı göz ona baxırdı. Bacardığı qədər cəld hərəkət edərək qaçıb saraya gizləndi. Otağına keçib qapını arxadan bağladı. Pəncərədən bağçada gəzən 3 pələngə baxdı. Ertəsi gün çılğın bir şəkildə bu hadisəni ev sahibinə danışdı. "Bəli, bəzən bizim saraya pələnglər gəlir. Amma biz onlara toxunmuruq, onlar da bizə. Amma sən yenə də onları görəndə müdafiəyə hazır vəziyyətdə ol." Şəhzadə bacardığı qədər sakit görünməyə çalışırdı. Amma bu mövzu onu çox narahat edirdi. Pələnglərin verdiyi qorxu hissindən gecəni rahat yata bilməmişdi. Və ertəsi gün yüngül bəhanələrlə sarayı tərk etdi. Gecə olarkən şəhzadə silahlı adamların böyük qala qapılarını bağlayarkən görür. Nəhayət ki, o pələnglərin belə keçə bilməyəcəyi təhlükəsiz bir yer tapmışdı. Biraz qızıl qarşılığında qalaya daxil ola bilir. O döyüşçülərə qoşularaq qızardılmış ov əti, şərabla dolu qədəhlər olan masa arxasında əyləşir. Bu yer onun indiyədək yaşadığı bütün yerlərdən fərqli idi. Burada həzin musiqilər, intellektual müzakirələr, şeirlər oxunurdu. Bura azad insanların, əskərlərin, ovçuların məkanı idi. Ertəsi gün qrup rəhbəri dəstə ilə birlikdə onu ova dəvət edir. Şəhzadə bu dəvəti məmnuniyyətlə qəbul edir. O, yeni ov həyatını açıq havada, şərab gecələrində və şənliklərdə təsəvvür edirdi. Özünü heç vaxt bu qədər güclü və azad hiss etməmişdi. Bir neçə gündən sonra qrup rəhbəri əyilərək ona deyir: "Biz hamımız döyüşçüyük. Qəlbimizi güclü və döyüşə hazır tutmaq üçün mən və adamlarım ayda bir dəfə silahlarımızı ataraq kiçik bir xəncərlə pələng ovuna çıxırıq. Biz adətən günün sonunda 1-2 pələnglə geri qayıdırıq. Sən də cəsarətini sübut edəcəksən." Cəsarətli görünməyə çalışan şəhzadə ona güvəndiyi üçün qrup rəhbərinə təşəkkür edir.
Ertəsi gün digər ovçular kimi o da ova hazırlaşdı. Dəstənin ən sonunda olmağına diqqət etdi. Meşənin bir qovşağına çatanda o atının üzünü çevirib döyüşçülərdən uzaqlaşdı. Gecə düşən kimi o minlərlə quşun oxumaq və çimmək üçün gəldiyi fəvvarələrlə əhatə olunmuş gözəl bir saraya çatır. Burası lap cənnət kimidir deyə düşündü. Sarayın ərazisinə girən kimi onu 14 nökər qarşılayır. Onu ev sahibi və arvadının şahmat oyununa qərq olduğu böyük bir eyvana apardılar. Bu sarayda da şahzadə mehriban qarşılanır. İkinci evini tapdığını hiss edirdi. Ertəsi gün bağda gəzərkən həyatı boyu görmədiyi ən gözəl qızla qarşılaşır. O həm də çox gözəl ud çalıb mahnı oxuyurdu. Yaxınlaşanda anladı ki, ev sahibinin tez-tez adını çəkdiyi qızı Məryəmdir. Qız oxumağını dayandırmadan başını tərpədərək ona yanında oturması üçün işarə etdi. Şahzadə məmnuniyyətlə qəbul etdi. Lakin ona yaxınlaşdıqca qızın ayağının altında yatan qırmızı gözlü pələngi gördü. Qız şahzadənin təşviş dolu baxışlarını görərək onu sakitləşdirmək üçün dedi: "Bu mənim ev heyvanı pələngimdir. Nə qədər ki sən mənimləsən, o sənə zərər verməyəcək." Şahzadə Məryəmlə danışmaq istəyi ilə güclü pələng qorxusu arasında qalmışdı. Nəhayət ki şahzadə qorxusunu yenərək Məryəmlə gözəl bir günorta keçirir. Axşam saatlarında atasıyla söhbət edərkən qızının nə üçün belə maraqlı heyvan seçdiyini soruşmaq imkanı tapır. Bəli, Məryəm pələngi özü böyüdüb. Qəribə seçimdir, amma Məryəm də adi qız deyil. Bəli, o çox yaxşı dostdur. Gecələr sarayın dəhlizində gəzərək bizi saraya girmək istəyənlərdən qoruyur. Şahzadə sakit olmağa çalışsa da, pələngin dəhlizdə gəzməsi onu dəhşətə gətirirdi. Səhəri gün artıq qərarını vermişdi. Əşyalarını toplayıb ev sahibi ilə görüşüb çəkinmədən danışdı. "Cənab, qonaqpərvərliyinizə görə çox sağ olun. Gerçək kimliyimi heç vaxt sizə açıqlamadım. Mən Şəhzadə İskəndərəm. Qorxu məni sarayımdan və vəzifələrimdən qovdu. Mən sizin qızınıza aşiq olmuşam və mən anlayıram ki, evə qayıdıb məni gözləyən aqibətimlə üzləşməliyəm. İcazənizlə imtahanı keçsəm, qızınızı sizdən istəmək üçün geri qayıdacağam." Ev sahibi gülümsədi və dedi: "Şadam ki, cəsarətinizi nümayiş etdirmək üçün bir səbəb tapdınız. Etiraf etməliyəm ki, mən sizin kim olduğunuzu əvvəlcədən bilirdim. Çünki atanıza çox bənzəyirsiniz. Sizə uğurlar arzulayıram." Şəhzadə saraya geri qayıtdı və diz çökərək atasından üzr istədi və imtahana hazır olduğunu bildirdi. "Geri qayıtdığın üçün çox şad oldum. Bəzən qorxularımızla üzləşmək üçün bizə zaman lazımdır." Ertəsi gün Şəhzadə bütün cəsarətini toplayıb kiçik xəncərini götürüb zirzəmiyə enir. Döyüş başlayır. Pələng şəhzadənin üzərinə atılaraq onu təksilah edir və başlayır şəhzadənin üzünü yalamağa. Təəccüblənən şəhzadə qürurla ona baxan atasına baxdı. "Oğlum, sən sınaqdan keçdin. Qorxu yaşadın və buna baxmayaraq hərəkət etdin. Qorxunun əsiri olsan da, hər zaman qorxumuzla üzləşməyə dəyəcək şeylərin olduğunu anladın. İndi bilirəm ki, vaxtı gələndə səltənətimi sənə həvalə edə bilərəm." Şəhzadəni yuxarı çıxartdılar və böyük ziyafət süfrəsi hazırladılar. Bir neçə gündən sonra evcil heyvanı ilə Məryəm gəldi və evləndilər. Qaçmaq və uzaq durmağa çalışmaq heç vaxt bizi qorxduğumuz şeylərdən qorumaz. Əksinə içimizdəki canavarları daha da qidalandırır. Qorxu nöqtəsindən gələnədək yol boyu səninlə tez-tez qarşılaşacaq. Beləliklə dərindən nəfəs alın, nədən qorxduğunuzu anlayın və adını verin. Qorxunuzdan danışın, bu barədə yazın, rəsm vasitələri ilə ifadə etməyə çalışın. İçimizdəki canavarlara işıq tutduqda onların daraldığını və güclərini itirdiklərini görürük.